Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Emmâ ba'd. İlk öncə əziz qardaşlar, hər birinizi Allah Subhanahu ve Taala'nın salamı ilə salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Və sonra bu məclisi təşkil edən, bu məclisdə əməyə keçən qardaşların hər birinə təşəkkür edirəm. Allah razı olsun. Allah Subhanahu ve Taala malınıza, mülkünüzə bərəkət versin. İnşallah qardaşlar, götürəcəyimiz mövzu Allahın izni ilə ibadətin hikməti və Allahın ehtiyacsızlığı, eləcə də ibadətə yönəlməyin, hidayət olmağın Allah Subhanahu ve Taala'dan olan bir neymət, lütf olmasıdır. İbadətə yönəlmək Allah Subhanahu ve Taala'dan olan yönəlmək Allahın lütfü, neymətidir. Allah Subhanahu ve Taala qullara özünə ibadət etməyi əmr etdikdə, bu Allahın özünə qayıdacaq bir mənfəət üçün deyildir. Yəni bu ibadətdə Allah Subhanahu ve Taala mənfəət güdməmişdir. Əksinə Allah Subhanahu ve Taala qullardan və onların etdikləri ibadətlərdən ehtiyacsızdır, ğanidir. Nə o ibadətə ehtiyacı var Allah Subhanahu ve Taala'nın, nə də ki onlarla izzətlənər. İbadətlərlə Allah Subhanahu ve Taala izzətlənməz. Allah Subhanahu ve Taala izzətlidir. Sonradan qazanılan bir sifət deyil. Allah Subhanahu ve Taala buyurur ki, de, həmd olsun o Allaha ki, özünə övlad götürməmişdir. Mülkündə heç bir şəriki yoxdur. Və zəiflikdən dolayı ona kömək edəcək bir dostu da yoxdur. Onu layiqincə uca tut. Allah Subhanahu ve Taala'nı layiqincə uca tut. İbadət sadəcə olaraq, yəni qulların üzərində olan və Allahın layiq olduğu bir haqdır. İbadət qulların üzərində olan və Allahın da layiq olduğu bir haqdır. Allah Subhanahu ve Taala ibadətə layiqdir. Və qulların da üzərindəki bir haqdır ki, Allah Subhanahu ve Taala'ya ibadət etsinlər. Səhih Müslimdə rəvayət olunan qudsi hədisdə Allah Subhanahu ve Taala buyurmuşdu ki, ey bəndələrim, ey qullarım, siz mənə nə bir zərər verə bilərsiniz, nə də bir xeyir verə bilərsiniz. Ey qullarım, əgər sizin əvvəliniz və axırınız, insanınız və cinniniz aranızdakı ən təqvalı bir kimsənin qəlbinə sahib olsaydınız, bu mənim mülkümdən heç bir şeyi artırmazdı. Heç bir şeyi artırmazdı. Ey qullarım, əgər sizin əvvəliniz və axırınız, insanınız və cinniniz aranızdakı ən günahkar bir kimsənin qəlbinə sahib olsaydınız, bu mənim mülkümdən heç bir şeyi əksiltməzdi. Heç bir şeyi əksiltməzdi. Allah Subhanahu ve Taala buyurmuşdur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam. Və sonra Allah Teala buyurur ki, مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونَ Yəni Allah Teala ayənin ardında buyurur ki, mən onlardan ruzi istəmirəm və onlardan məni yedirtmələrini də istəmirəm. Bununla Allah Subhanahu ve Taala xəbər verir ki, cinlər və insanları onlara ehtiyacı olduğu üçün və yaxud da onlardan bir qazanc əldə etmək üçün yaratmamışdı Allah Subhanahu ve Taala. Allah Subhanahu ve Taala onun yaratmasında, yaratdıklarında onlara ehtiyac duyub yaratmayıb. Əksinə, öz kərəmi və ehsanı ilə onları ona ibadət etsinlər və nəticədə hər cür qazanc, nəticə olaraq hər bir qazanc, ibadətdən hasil olan qazanc nə edir? Məhz qulların özləri əldə etsinlər deyə Allah Subhanahu ve Taala yaratmışdı. Yəni insanların əmr olunduğu ibadətlərin qazancı yəni insanların özünə qayıdır. Burada Allah Subhanahu ve Taala hər hansı bir mənfəət güdməmişdi əmr edəndə. Allah Subhanahu ve Taala buyurur ki, ailənə namaz qılmağı əmr et və özün də ona səbirlə davam et. Biz səndən ruzi istəmirik. Əksinə, sənə ruzini biz veririk. Gözəl aqibət isə təqva sahiblərinindir.
Buna bənzər digər bir ayədə Allah Subhanahu va Taala buyurur ki, əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız. Yəni əgər Allahın əmrlərini yerinə yetirsəniz, salih əməllər etsəniz, həsənətlər etsəniz, bu həsənətlərin qayıdışı, xeyri sizin özünüzədir. Özünüzə xeyir etmiş olursunuz. Özünüzə yaxşılıq etmiş olursunuz. Eləcə də həmçinin Allah Subhanahu va Taala buyurur ki, kim şükür edərsə, yalnız öz xeyrinə şükür edər. Kim şükür edərsə, yalnız öz xeyrinə şükür edər. Kim də nankörlük edərsə, bilsin ki, Rəbbin möhtac deyil, kərəm sahibidir. Yəni, onun şükürünə ehtiyacı yoxdur. Allah Subhanahu va Taala'nın. Və yenə Allah Taala buyurur ki, kim salih əməl edərsə, özü üçün yer hazırlamış olar. Yəni, özü üçün cənnətdə yer hazırlamış olar. Salih əməllərin Allah Subhanahu va Taala müqabilində. Allah Subhanahu va Taala qullarına günahlarını tökən, huzuruna təmiz çıxmağı təmin edən və dərəcələrini uzaldan dəstəmaz və cənabət qüsurunu əmr etdikdə Allah Taala ayətdə buyurur ki, Allah sizi çətinliyə salmaq istəməz. Lakin o sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. Allah Subhanahu va Taala bu əmrləri bizə əmr edəndə bizi çətinliyə salmaq istəməyib. Allah Subhanahu va Taala bizi təmizləmək üçün, pak etmək üçün Allah Subhanahu va Taala bunları əmr etmişdir. Və həmçinin Allah Subhanahu va Taala qurbanlıqlar və nəzirlər haqqında buyurur ki, onların nə əti, nə də qanı Allaha çatmaz. Ona çatacaq olan yalnız sizin təqvanızdır. Yəni bizim kəsdiyimiz qurbanlardan Allah Subhanahu va Taala'ya çatan heç nə yoxdur. Heç bir şey. Yalnız oradakı səmimiyyət, ixlas Allah üçün olunan əməldir. Bəndələrə həmçinin sədəqə verməyə əmr edib Allah Subhanahu va Taala. Eləcə də malın pisliyini sədəqə verməyi qadağan etdikdən sonra Allah Taala buyurur ki, yalnız göz yumaraq ala biləcəyiniz, bəyənmədiyiniz pis şeyləri sədəqə verməyə çalışmayın. Bilin ki, Allah Subhanahu va Taala zəngindir. Heç nəyə ehtiyacı yoxdur, tərifə layiqdir. Yəni sizin xərclədiyiniz şeylərdən Allah Subhanahu va Taala deyir ki, mənə hər hansı bir şey çatmasına ehtiyacım yoxdur. Mən qaniyəm. Mən bütün təriflərə layiq olan Həmidəm. Sizin sədəqəniz onun hər hansı bir ehtiyacını ödəmir və ona sonradan qazanılmış bir tərif də qazandırmır. Əksinə, Allah Subhanahu va Taala öz zatı ilə, ad və sifətləri ilə ehtiyacsız və tərifə layiqdir. Əzəldən. Sizin xərcləməyinizin faydası ancaq sizədir və xeyri də eləcə də yenə özünüzə qayıdır. Xərclədiyiniz malından Allah Subhanahu va Taala'nın sizə verdiyi mülkdən, maldan xərcləməyiniz, yəni onun xeyri özünüz üçündür. Deməli, ibadətin özü qulun, yəni ibadət edənin xeyrinədir. İbadətin özünün hikməti, buradakı qayıdış nöqtəsi, onun xeyri nədir? Qulun özü üçündür. Çünki onun xoşbəxtliyi, islahı, kamilliyi, Rəbbinin rəhmətinə qovuşması və əzabından qurtulması məhz bu ibadətlərləndir. Allah Subhanahu va Taala'nın əmr etdiyi ibadətlərləndir. Onu yerinə yetirməkləndir. Və alimlər deyirlər ki, hər kəs səni özü üçün istəyər. Hər kəs səni özü üçün istəyər, yəni öz mənfəəti üçün istəyər. Yəni sənin üçün hər hansı bir yaxşılıq edəndə belə orada öz mənfəətini güdər. Allah Subhanahu va Taala isə səni sənin üçün istəyər. Sənin özün üçün istəyər. Yəni sənin mənfəətin üçün, sənə əmr etdiyi əmrlərdə və qadağalarda yalnız və yalnız səni düşünür. Yəni qulunu düşünür. Allah Subhanahu va Taala. Məxluq sənin mənfəətini birinci dərəcəli məqsəd qoymur. Aydındır? Əksinə səndən faydalanmağı neyinir? Hədəfləyir. Yəni hansısa bir insan, bir insana nəsə edəndə birinci dərəcəli məqsədi qarşısındakına mənfəət vermək deyil. Hətta bu, yəni
dəvətin özündə olsa belə. Yəni orada birinci Allahdan özünün xeyrini, islahını istəyir. Birinci növbəli o əməlində Allah Subhanahu və Taala'dan savab umur, istəyir. Sonra qarşı tərəfə nə edir? Faydanı düşünür. Yəni məxluqda belədir. Allah Subhanahu və Taala Rəbbimiz isə səndən istifadə etməyi deyil, yalnız sənə fayda verməyi istəyir. Və bu tamamilə sənin xeyrinədir. Və həmçinin dedik ki, qardaşlar, mövzumuz ibadətə yönəlmək, yəni hidayət olmaq Allah Subhanahu və Taala'nın nemətlərindəndir. Sənin ibadətə yönəlməyin, hidayət olunmağın, doğru yolda olmağın, əməl etməyin bu Allah Subhanahu və Taala'nın nemətlərindəndir, lütfündəndir. Yəni qəti şəkildə bilinən budur ki, bütün nemətlər Rəbbimizin, Allah Subhanahu və Taala'nın fəzilətindəndir, onun lütfündəndir. Dünya və axirətdə insanların içində yaşadığı bütün xeyirlər hamısı sırf Allah Subhanahu və Taala'nın verdiyi nemətdir. Bütün bunlar hamısı Allah Taala'nın verdiyi nemətlərdir. Elə bir əvvəlki, öncəki səbəb yoxdur ki, bu nemətləri onlara vacib etsin. Elə bir səbəb yoxdur ki, o səbəbdən bu nemətlər sənə vacib olsun. Yəni sənin özünün əldə etdiyin bir şey deyil. Və onların özlərindən, yəni qulların özlərindən heç bir güc və yaxud da qüvvə yoxdur. Yalnız Allahın köməyi iləndir. Bütün bu nemətlər, bütün etdiyin ibadətlər, etdiyin xeyirlər, bunlar Allah Subhanahu və Taala'nın lütfüdür. Allah Taala səni seçib, sənə onu müvəffəq edib. Və bura daxildir ibadət edənlərin ibadət etməsi. Yəni abidlərin, ibadət edənlərin ibadət etməsi bura daxildir. Yəni bu ibadəti Allah Subhanahu və Taala'nın nemətidir. Yəni insana bəxş etməsidir. Və itaat edənlərin də itaəti də Allah Subhanahu və Taala'nın verdiyi bir nemətdir. Əks halda bu işlərdən heç biri o əməlləri edənlərin özündən deyil və onların özünə aid deyil. Allah Subhanahu və Taala'nın müvəffəqiyyətidir, lütfüdür. Allah Subhanahu və Taala buyurur ki, əgər Allahın sizin üzərinizdə fəzli və mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənməzdi. Sizdən heç kim əsla təmizlənməzdi. Və yaxşı əməllər pislikləri təmizləyir, aradan qaldırır. Və o yaxşı əməlləri müvəffəq edən Allah Subhanahu və Taala'dır. Xeyirlərə müvəffəq edən Allah Subhanahu və Taala'dır. Lakin Allah istədiyini təmizləyər, Allah eşidəndir, biləndir. Müslimdə gələn qudsi hədisdə Allah Subhanahu və Taala buyurur ki, ey qullarım, hamınız azmısınız. Yalnız mən hidayət etdiklərimdən başqa. Elə isə məndən hidayət istəyin, sizə hidayət verim. Bəra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xəndək günü torpaq daşıyardı. Hətta qarnı toz torpaq içində qalana qədər. Və belə deyərdi, Allaha and olsun ki, əgər Allah olmasaydı, biz hidayət tapmazdıq. Yəni Allah Subhanahu və Taala bizi hidayət etməsəydi, biz hidayət tapmazdıq. Nə sədəqə verərdik, nə də namaz qılardıq. Və bu hədisi də İmam Buxari və Müslim rəvayət edib. Və Allah Subhanahu və Taala'dan diləyirəm ki, son olaraq Allah Taala bu məclisdən bizi qalxanda bağışlanaraq qalxan qullarından eləsin və eşitdiklərinə gözəl şəkildə əməl edən qullarından eləsin. Haqqı haqq kimi görməyə və onu götürməyə, ona tabi olmağa müvəffəq eləsin və batili də batil kimi bizə göstərib, o batildən çəkinməyə bizə müvəffəq eləsin. Subhanakallahumma bihamdik və əşhədu an la ilahe illa ent və estəğfiruka və etûbü ileyk.